Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkin, Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Hamıya bol şans, uğurlar arzulayıram. Xoş həftə sonu. Mən bilən hava şəraiti o qədər də yaxşı olmayacaq, amma yenə də xoş həftə sonu hamıya arzu edirəm. Və bugün şənbə bazar analizləri ilə birlikdə qarşınızdayım. Görək başımıza nə gəlir və tanıdığımız, tanımadığımız liqalardan, tanımadığımız təbii ki liqalardan artıq belə deyək də bir növ sınaqdan keçmiş və yaxşı müsbət nəticə verən oyunlar var. Onlarla bağlı sizə fikirlərimi deyəcəm. Sonra siz də bunu gözəl şəkildə ya sığortalayarsınız, ağlınıza batmayanı çıxararsınız və seçimlərinizi eləyərsiniz. Uzaq bir yol gəlmişəm, buna baxmayaraq saat neçədir? 23:19 Bakı vaxtı ilə cümə günü və mən bu videonu çəkməyə başlayıram ki, montaj eləyəndən sonra bunu yerləşdirəcəm. Artıq yəqin ki, sağlıq olsun, Allah deyən olsun. 2-yə 3-ə çəkəcək yəqin ki, amma eybi yox. Əsas odur ki, izlənsin, xeyir gətirsin, ən əsası sizə fayda gətirsin. Belə. Bu qısaca xatırlatmalar Telegramın ad familiyasını necə deyərlər ekranda görürsünüz və eyni ilə bizim 244-780 TFC-dən oynayanlar üçün agent kodumuzun nömrəsidir. Agent kodumuz 244-780 ekranda görürsünüz və burada oynayanda nə olur? İlkin depozitdə, ilk depozitdə 25% bonus əldə etmiş olursunuz. Bonuslar ümumiyyətlə say bitmir əslində və bilirsiniz ki TFC-də həm də belə deyək də Lord edəcək buna adını kompensasiya bonusları da olur. Loyallıq bonusu qoyaq adını yaxşı və ayın sonunda bizim agent kodumuzdan oynayanlar bonus əldə etmiş olurlar. Bu da bir artıq ənənədir. Belə. Başqa nəsə xatırladacaqdım. Yox, TikTok hesabımız, TikTokda da bəzən paylaşımlar eləyirəm, çalışıram aktivləşdirim. Mən gözləyirəm tam bu top liqalar başlasın açığı və ondan sonra paylaşımları stabilləşdirim, rutin vəziyyətdən gətirim. TikTokda bəzən keçən dəfə TikTokda axırıncı videomuzdan bir dənə oyun gəlmədi və o oyun bir qoldan yatdı, iki qol oldu oyunda, üçüncü qol olmadı. O ki, əmsal da yuxarı idi. Zaten şübhələndirici idi. Danimarkadakı oyun idi. Əmsal birdən-birə qalxmışdı. 1.60 neçədən 1.70 neçəyə qalxdı. Bilmirəm, dedim xeyirlisi də, gələ bilər bəlkə də. Gəlmədi. Və bir də YouTube analizə baxıb orada bir nəfər yazmışdı. Falan oyuna deyir. 2.500 demirsən, 0-0 qutarıb. Analiz eləməyi öyrən, nəsə belə bir şey. Mən də girdim də dözmədim, yazdım yalançının. Çünki oyunda artıq 2 top var idi. Siz harabızla baxırsınız, nə tər baxırsınız mən bilmirəm. Bizim bu onurğa sütunumuz ki var, daimi izləyici kütləmiz. Onlar şükür Allah ki, Allahın verdiyi gözlə baxırlar, verdiyi qulaqla eşidirlər və onların zəkası var sizdən fərqli olaraq, bəzilərindən fərqli olaraq. Və o mesaj qalıb, şərh qalıb orada. Mən adamın yerinə qoyuram özümü. Deyirəm ki, bu ay ağıllı yazmısan, oyunda 2 top olub da. Deyərsən ki, da ilkin buna neynəsə. Məsələn deyirəm, öz-özümə şey eləyəm də. Bu 2-0 olub, ayıb deyə girim bu şərhi silim. Yazdım da yalançını, get cavab ver. Olmadı ki, da insan gərək vicdanı olsun da. Bir insan olmaq üçün gərək vicdanın olsun. Nəsə olsun, yəni o adam məsələn onun elə şərhi görən ağlı başında şuurlu insan deyəcək ki, bu geri zəkalının yekəsidir ki bu. Nətər izləyib ki bu 2-0 olub oyunda. Nəsə bu belə. Sonra biri mexaniki səhv eləmişəm Hearts'ın çempionluğu ilə bağlı. Mən özdə bir gün qabaq Telegrama səs atmışdım ki Celtic Champions Flag, yəni çempionluq bayrağı ilə çıxacaq meydana. Bu mexaniki səhvdir. Daimi izləyici bunu bilir də. Bir nəfər bir mənfəətli şəkildə yazdı. Mən də yazdım ki, mexaniki səhvdir. Yazıb ki, bu Şotlandiyanın çempionunu bilmir, bizə analizdən danışır. Nə oldu? Verdim 6 analiz. Birində 2 qol oldu, qalanlar hamısı gəldi. Birində bir top çatmadı. Adım familiyası Şotlandiya sözdən Şotlandiya zad yazan gəlib mənə ağıl öyrədir. Mən günümə güzəranına bax. Nəysə, xodlandıq, gedirik, əsəbləşmirəm. Mən sadəcə birdən-birə yadıma düşdü. Eksprompt oldu. 15:00 Bundesliga 2-dən
ən güvəndiyim oyun budur mu? Yox, Bundesliga 2-dən, amma salmışam bura. Niyə? Normalda bu oyuna girməyəcəkdim. Çünki burada da qeydimi aparmışam. Osnabrück Magdeburg oyunu var. 15-0-0'da. Osnabrück birinci turda 4-3 oynadı, uduzdu. Ligaya belə deyək, Bundesliga 2-yə qayıdan artıq, yəni birinci liqadan düşən, daha da düzgün olar. Heidenheim'dan 4 cavabsız 4 gol buraxdı və 3'ünü vurdu. Və Magdeburg 6-1 uduzdu ilk turda. Təsəvvür, ikisi də 7 gol olub oyunda və uduzublar. Bu əmsallar da bu oyuna 2-5 üst, hətta 3 üst deyir. Məsələ nədir də? İndi məntiq işlədən izləyicilər haqlı olaraq deyərlər ki, qardaş, bunların ikisi də birinci oyunda bir vagon gol yiyiblər. Oyunda 6 plus gəlib ikisində, 7 plus gəlib hətta. Biraz adam çəkinər bu oyundan. Amma abi, Heidenheim kimi komandadan 4 gol buraxıb 3'ünü vuran komanda. Bu tərəfdə Magdeburg kimdən oynadı unuttum. Bunu qeyd eləmədim. 6-1, 6 cavabsız gol buraxan komanda. Deməli bunların müdafiəsi yoxdur da. Vallahi olsun 2-5 üst. Yaş. Yoxlayaq da elə belə. Görək nə olacaq. 17-30. Burada ekranda adını görürsünüz komandanın. Bir texniki problemi yoxdursa. Odra Opole, bu Polşa liqasıdır, başa düşdüyünüz kimi. Varta Poznan'la oynayır. Poznan'ın iki böyük klubundan biri Varta ilə oynayır. Bu, deməli, mən sizə sadəcə bir şey deyəcəm. Hətta bir dənə misal gətirəcəm. Bu, istəyirsiniz, gəlin canlıya saxlayaq da. Yəni, yaxşı oyunlar olan yerdə durub bunu niyə ana kupona salasın da. Bu əmsalları mən izləməyə başlamışam. Daha doğrusu bu əmsallarla çıxan Polşada oyunları izləyirdim bir müddət. Son 5 oyunun hamısında gol-gol olub. Əksəriyyəti bir-birdə ilişib qalıb. Nə bilim 3-5 üstə qədər gedən də olub və s. Sözüm onda yox. Keçən həftə də bu əmsallar hansısa oyuna açılmışdı, unutdum. Canlıdan 3-50 əmsalına 0-0 ola-ola 50 neçənci dəqiqədə mən gol-gol atmışdım. Çünki oyun ağır gedirdi. Bookmaker'ın adiyyəti, belə deyək də, o şəxsimi deyək, nə bilim, sistemin özümü, statistikaya, oyunun dəqiqəsinə baxır, 3.50 açır da. Mən də 20 manat götürdüm, atdım. Bilməm, 70 nə qədər pul gəldi. Özü bir dənə də harasa calaşdırdım, yaxşı ki 1.5 üst yazdım oraya. Buna da 1.5 üst yazdım, o oyuna da 1.5 üst yazdım, nəsə, gəldi. Mən də çox belə hay-həşirlə bu oyun haqqında çox danışmaq istəmirəm. Mən bunu canlıya saxlayacağım. Bu oyun görək yenə də gol-gol davam eləyəcəkmi? Tutalım, bu oyunda gəlmədi. Gələn dəfə yenə xatırladıram ki, bu həmin oyundur. Görək. Məsələn də kimsə penalti qaçısı oyun 1-0 tutardı. Onda durum mən kimə dil uzadım burada. Və ya kimsə mən dil uzadırsa uzatsın. Amma mən burada bu yetimlərə niyə dil uzadım? Fakt bu 9 oyunda gol-gol gəlib də indiyə qədər. Nəsə, çox danışmaq istəmirəm bu oyun haqqında. Zaten çox danışdıq. Willem 2 Nek Nijmegen'den oynayır. Nek Nijmegen extra time oynadı. Xatırlayırsınız Olympiakos'la. Deməli Nek Nijmegen'in oyununu izlədim. 1, 2, 3 oyununu artıq izləmişəm də. Olympiakos'la 0-0. Sonra evində kimdən oynadı axırıncı oyunu? Buradan baxa bilərəm, problem yoxdur. Tez bazar baxacağım özdə. Nek Nijmegen oynadı Telstar'la. Abi, bilmirəm, Olympiakos'la oyunda ola bilərdi beyni. Böyük ehtimal elə idi. Amma Nek Nijmegen'i mən keçən dəfə sizə, Müsəlman keçən dəfə sizə bu Alkmaarla Kubokda oyunda yazıda, Telegramda böyük bir yazı yazdım ki, bu komanda necə oynayır? Bu komandanın ümumiyyətlə genetikası nədir? Çox maraqlı bir hekayəsi var, çox uzundur. Burada danışmayacağım. Heç TikTok'a, nə bilim, Telegram'a bunu qoysan oxuyan olarmı, izləyən olarmı bilmirəm, amma çox qəşəng bir hekayəsi var ki, necə bunları bir gənc uşaq bir xilas edib, hormonları inkişafdan qalan və həmişə daim gənc qalan Bart adında bir nəfər necə bunu xilas edib bu komandanı. Bas, üzr istəyirəm. Nəysə, çox gözəl bir hekayədir Nek Nijmegen haqqında. Məsələn, Hollandiyada belə şeylər çoxdur ya, açın baxın, 59-cu ildən Feyenoordun masajisti olan 91 yaşına qədəm qoyan bir dayı Feyenoord fanatları necə ad gününü qeyd ediblər. Kişi sadəcə belə durub sakitcə baxır. Heyran.
heyran. Yəni ki, mən klubumu səhv seçməmişəm. Məsələn, Nek Neymegenə fanatlıq eləyən klubun səhv seçməyib. Çünki klubun öz dəyərləri var, gördüyünüz kimi. İndi paralel şeyə baxırdım. Cümə günü çəkirəm. Səsli analiz atmışdım Telegrama. Wolverhampton Blackburn 29-cu dəqiqə 1-1. Görək nə olacaq, xeyirlisi. Belə. Yəni sözümü nəyə gətirirəm? Nek Neymegen'in abi bir dənə oyunu var, plus yorğunluq var indi. Ekstra time oynadı Olympiakosla. Dušan Tadic'i gətirdilər, Emre Mor'u gətirdilər. Mor da əla girir oyuna. Sonradan salırlar oyuna və əla girir oyuna. Neymegen toplu hücum, urra və keçən dəfədən sizə izah elədiyim kimi, keçən mövsümün sonundan sizə izah elədiyim kimi Neymegen necə oynayır? Və heç cinahlar, ancaq cinahlar işləyir. Korner də ona görə yaxşı çıxır. İndi Olympiakos kimi komandalarından çıxmaya bilər. Sözümün canı, bu oyunla, özü yorğunluq, Nek Neymegen Willem'e qol vurar. Yəni də bir ayaqla da olsa vurdu. Özü birinci turda ucumuzan. Düzdür, indi azarkeşlər sənə dil uzatmaz yəqin. Çünki Olympiakos səddini açdın da. Amma buraxar məncə bu komanda. Və oyun bir-birdə də qalmaz. Yaralı Aslanı görüb Willem gedər qabağa. Bu da sizə 1-2, 2-1. Atın ortalığı 2-5 üstü. İstəyirsiniz gol. Nek Neymegen rahat gol buraxır abiler. Mən bunu deyə bilərəm. İndi məsələn növbəti Hollandiyadan oyunlarımız var. Elə bu seans, bu gün də var. Görəcəksiniz. Orada bir şey izah eləyəcəm. İzah eləyənlər yavaş-yavaş artıq mövsüm başlayır. Metrikalardan, bu izahlardan faydalananlar çox olur. Məni sevindirir. Belə, yəni sözümün canı nədir? Gəlin belə eləyək. Mən məsuliyyəti boynuma götürüm. Gol 2-5 üst. 1-1 olar, deyərsiz ki, üst gəlmədi. Bir tərəfli üst olar, deyərsiz ki, golun gəlmədi axı, qaqa. Yəqin belə deyərsiniz, o bəziləri elə danışır. O danışıq tərzini özünə sığışdırır. 19:00, yox, bunu saxlayacağam. Saxlayacağım, niyə? Çünki Castello'nun oyununda paralel burada izləyirəm. Telegrama 2-5 üst demişəm də bu oyunu. Hələ ki 0-1'dir birinci hissədə. Gəlsə, bunu Telegrama ekstra atarım. Telegramın da ekranda görürsünüz. Adını, familiyasını yenə də deyirəm. Necə tapmaq lazımdır, axtarışa verirsiniz, rahat tapırsınız. Gəlin gedək Macaristana. Yenə də bu komanda var da, xatırlayırsınız bu haqda demişdim və gəlmişdi, tək tərəfli gəlmişdi. Niregihaza, ümid edirəm ki adını düz oxuyuram. Yəni səsləniş başqa cür olub. Kişvarda ilə oynayır. Burada bir şey var da, bu ev sahibi 2 oyunda gol vurmur. Olsun gol 2-5 üst bu da. Yəni Kişvardan da gol var. Kişvarda vurmağı bacarır, buraxmağı bacarır. Gol var, üstə də geçsin. Qoyarsınız Willem'in yanına, gələrsə gələr. Məsələn bu Xorvatiyadakı oyunu çıxardıram. Gəldik 22:30-a. Kaiserslautern Karlsruhe. Kaiserslautern'ın birinci oyunda 0-0 ya da Wolfsburg'un 1-0'lık qələbəsini çıxartmışdım. Gəldi elə 0-0 qutardı. Hiç bilmirəm, o oyunda corner gəldi yoxsa yox. Elə belə gəlin. Kaiserslautern. Gəlin baxaq. Kaiserslautern, Wolfsburg. Adətən belə 0-0 oldu. 11 dənə corner oldu. O 0-0 qutaran oyunların əksəriyyətində belə şeylər olur. Amma qorxdum, cornerdə oynamadım. Birinci tur idi də. Abiler, Kaiserslautern'ı tanıyırsınız, Karlsruhe'ni tanıyırsınız. Kaiserslautern'da bu arada birinci Wolfsburg topu götürmüş deməli başdı. İndi orada Bundesliga komandası da faktiki 1-2 dənə oyuncunu satdı. Peyçenovic'i falan satdılar da. Mən bu oyuna gol 2-5 üst deyəcəm dostlar. İndi gəlin belə danışaq da. Gol yoxsa 2-5 üst? Bu sualı sanki gözlərinizdən oxuyuram, öpürəm gözlərinizdən. Bundesliga 2'ye həmişə nə demişik? 2-5 üst. 2-5 üst. Yazdım bura. Siz de oraya yazın. Görək də inşallah ki gələr. Amma məncə inanmıram bir tərəfli gəlsin. Ola bilər hərçənd bir tərəfli də gələ bilər. İndi əsas məsələ. Günün son oyunu və keçirəm şənbəyə. O kesin dəfə baxdım. YouTube'un izlənməsi düşüb, səbəbi bəllidir. Çünki 3 ay 5-nə çəkmirsən. Birdən salam, o məşhur bir film vardı orada. Rus dilli auditoriya indi mənə başa düşür. Bir dənə film vardı məşhur. O deyirdi ki, "Privet, yavaşı çölçək. Bir reski qıraqdan çıxırsan ki, salam mənsin, dayıvızam."
İndi orada əslində xalaydı, mən dayı elədim də öz timsalımda. Deməli, şənbə günü də yaxşı. Bazar kesin baxıram, izlənmə azdır. O kağız burada deyil də. Niyə? Çünki xeyli oyun var və bu da çıxır oradan nə bilim, elə oyunlar deyir, adam oynamaq istəmir. Qəşəng də gedirdi ya, əla gedirdi şənbə günü. Bazar günü lap super getdi. Elə ilk 2 seansa girdin, götürdüm, söyləyəcək, axşam səni maraqlandırmır da. Birdən baxıram, bazar günü əməli başda izlənmə qalxır. Abilər, mən siz üçün əlləşirəm. Yəni, mən necə deyim, sözümü nəyə gətirmək istəyirəm? Birinci turda, məsələn, mən Qalatasarayın oyununa niyə girim, Beşiktaşın oyununa niyə girim, nə bilim, La Ligaya niyə girim? Birinci turda da bıraxaq yavaş-yavaş. Görək nə olacaq. Məsələn, Castellona əmsallarla çıxırdı, attım da Telegrama səsli analizi. Bilmirəm hələ, gələcək yoxsa yox. Wolverhampton 2 üst demişdim də, indi 2-5 üstü yaxşı kupona qoymuşam, bir tık qaldırmışam. Bankosu gəlib, yəni 1-5-i. 2-5 üst bir tık qaldırdım, qoydum da o Neomla bir yerdə. 3-0-3 eləyir də bir yerdə bu kupon. Amma birinci turda da çıxıb ürəklə danışa bilmirsən. Nə olsun, əmsallar çox şey deyə bilər. Telegramda dediyim səsdəki kimi. Yəni, belə şey eləməyin. Mən izlənmədən pul qazanmıram. Siz Azərbaycanda bir şey dəqiq bilin. Azərbaycanda YouTube pul qazandırmır. Əgər nə olsa YouTuber olmaq istəyirsinizsə, qazandırmır. Bu qədər, üzr istəyirəm. Fortuna Sittard Kambürlə oynayır. Fortuna Sittardın PSV ilə oyununu izlədinizmi? Bilməm, izləmişsiniz yoxsa yox. Sadəcə bir şey deyəcəm. Daha doğrusu gəlin, 2 şey deyək, bir-birinə əlaqəlidir. Bu İxataren var. İxataren. 52 nömrə olmalıdır, səhv etməmsə. 2-3 epizodda topu yubatmasaydı, o boş başı ilə vaxtında düşünsəydi, vaxtında versəydi pası. Hesab bilirsiniz, 2-4 falan olacaqdı bir anda. PSV başını itirərdi onda. Gərək PSV, nə bilim, boş sat qarışıq hücuma çıxardı ki, yəni azarkeşlərdən də 1-2 nəfər götürərdi ki, oyunda qalsın. Yəni birinci taymda, ikinci taymda inanılmaz momentlərdə pası yubatdı və yaxud da ki, özü egosuna yenik düşdü, belə deyək. Halbuki siz biraz da o dribbling falan xəstələri oyuncular var. Məsələn, Feyenoorddakı Anis Hacı Musa'da var idi o, qabaq, indi yoxdur. Lazım olan yerdə eləyir. Sağdan sola yatızdırır, yamal kimi qoyur dibə. Ya da 9-luğa. Amma bu çox yubatdı. Yubatdı, keçmək istədi, gözəl qol vurmaq istədi. Bəlkə də haqqıdır, amma nəticəyə az qala təsir eləyə bilərdi. 90+4-də xilas elədilər oyunu. 2-2-ni. PSV sevinirdi artıq ki, götürdük, Güzbəla ilə bu oyunu götürdük. İnanılmaz momentlər qaçırdılar. Amma indi o ikinci məsələyə gəlirəm də, buradan çıxan ikinci məsələ. İxatarini qoyduq bir qırağa. Birincisi, bu Sittard'a aferin. Sittard'ın məşqçisinə aferin. Bunu xüsusi qeyd eləmişəm. Məşqçinin adı Biuis'dir. Çox qəşəng, çox təmkinli, zaman-zaman çılğın, amma öz fəlsəfəsini ortaya qoyan bir adamdır, məşqçidir. O yadınızda da mən sizə həmişə deyirdim, ən sevdiyim taktikalardan biri, biz bəzən çempionatlarda bundan istifadə edirdik. Açığı belə təvazükarlıqdan bəzi kənar olsa da deyim, mənim ideyam idi bu. Həmişə fikir verirdim, cinahları çox sürətli, 1 saniyənin içində sürətli dəyişəndə cinahı, diagonal, komanda, rəqib başlayır ləngər vurmağa. Sittard bunu çox gözəl bacarır. PSV ləngər vurdu, siz burada sən paslaşanda sağ cinahda, istərsəməz komandanı yıxırsan bu tərəfə, ora boş qalır. O Biuis'in taktikasıdır ki, mən onu gördüm ən azından ilk oyunda. Sittard'ı mən çoxdan da izləmirdim. Başına oyun açdı PSV-nin. İndi deyə bilərsiniz ki, abi orada o futbol dillə desək, Ruslar deyir, первым номером, yəni əsas rolda PSV idi. Razıyam sizlə. Amma burada nəzərə al, bax o ləngər məsələsini ona görə misal gətirirəm ki, birinci nömrə oynasam belə. Bu komanda düzünə qaçmır axı. Rəqib də Kambürdur. Kambürü sağdan, soldan əzməyə başlayacaq. Sittard bu arada yaxşı da korner oynayır özü. Okey, bunu qoyduq bir qırağa. Bu
korner məsələsi biraz həmişə həssas məsələdir də. Lotereyadır. Hərçənd bu ümumiyyətlə hamısı lotereyadır. Mən bu oyunu bir şey deyəcəm. Gördüyüm Sittard mənə onu göstərdi ki, Kamburu ən azı 2-0 udmalıdır. Yəni mən bunu gördüm. Çox istəyərəm ki, o gördüyüm komanda onu bizə yenə də göstərsin. Biz də qələbə 1-5 üstün qoyaq cibimizə. Deyək ki, təşəkkür. PSV ilə oyun təsadüf deyil idi. Amma Kamburun oyununu izləməmişim. Özünüzə baxın. Ağlınıza batırsın. Günü qapadırıq və keçirik bazar gününə sürətli şəkildə. Norşaland Silkeborg. Norşaland qol buraxmır dostlar. Dağla dünya. Norşaland qol buraxmır. Norşaland bu arada Kaleb Yerenkini satdı da bilirsiniz. O Ganada kimdən oyunda vurmuşdu? 1-0 oyunu götürmüşlər dünya çempionatında. Həmin o Kaleb Yerenki satdı və deyilənə görə Real Madridin skautları çox yaxından izləyir oyuncunu. Kamavinga'nın mövqeyinə də belə deyək. Biraz dayaq yarım müdafiəçisi zonasına uyğundur. Hərçənd 8-dən 6-da oynayar. Oynayar. Məncə oynayar, rahat oynayar. Dağıdıcı daha rahat oynayır da. Belə deyək. Real Madrid'e də məncə dağıdıcı bu dəqiqə lazımdır. Yəni o Casemiro'suz Real'a o lazımdır. Belə. Norşaland Silkeborg. Silkeborg'dakı elə Norşaland ağılda bir komandadır. Amma bu Norşalandın qol buraxmamağı da biraz məni şey eləyir, tamahlandırır. Üst deyəcəm abilər. Danimarkadır deyə üst deyəcəm. Məncə Norşalanda ikinci qol lazım olacaq burada. Belə bir yanaşmada eləmək istəyirəm. Ev 1-5 üst. Bu belə. Bruno Paykar'la oynayır bizim Örgritemizlə. Örgriteni 2 həftədə gözəl dəyərləndirik. İnşallah bu gün də yenə də dəyərləndirərik yaxşı. Qısa deyəcəm. Çox texniki detallardan zaten bunun mənasız getməyin mənası yoxdur. Çünki artıq Örgrit haqqında çox danışmışıq. Broma ümumiyyətlə 2-3 qol aralığı komandasıdır. Hesaba baxmayın ha. Hesablarda siz bəlkə də elə axırıncı oyunlarda elədir, amma əksəriyyəti. Bruno Paykar'la genetikası 2-3 qol komandası. Amma Örgrit'e o vəziyyətdə deyil. Plus Broma'nın özü indi dedikcə yadıma düşürək. 2-2 oynadı. Ondan qabaq da üst oynamışdı. Yoxsa neçə oynamışdı yadıma deyil. Broma'nın özü neçə oyunda udmur. Örgrit'e isə hava su kimi xal lazımdır. 3 həftədir bunu deyirik burada. Bu oyun məncə üstə gedəcək dostlar. Böyük ehtimal qol-qolundan olacaq. Bilmirəm. Amma üst. Məsələn, bu tam bisinə oyunudur. Canlıdan, qəşəng əmsalınan 2 üst, 2-5 üst götürüləsi oyundur. Gec gəlsə 1-5 üst, 2 üst. Və bunları götürün. Feyenoord Go Ahead Eagles. Feyenoordun başına gəlib Giovanni Van Bronckhorst. Evində ilk oyunudur. Rəsmi oyunudur, yəni. İlk oyunudur Giovanni Van Bronckhorst'un. Oynayır kimdən? Go Ahead Eagles'dan. Giovanni Van Bronckhorst'un oyun fəlsəfəsini başa düşmək üçün birinci oyunun statistikasına baxın, bəs eləyir məncə. Ki, necə oynayır? 3.59 x yığıb, nə qədər yığıb bilmirəm, 0-1 qutar bu oyun. Ya, bu da var da, o futbolun içində. Bu da var. Evində oynayan indi Feyenoord'u siz görün. Evində oynayan Feyenoord arxada da boşluq verər. Ona görə də Feyenoord'un özünə hətta ikinci top lazım olacaq və oyun üstə gedəcək. 2-5 üst. Ev 1-5 üst yoxsa 2-5 üst de soruşsaz 2-5 üst deyərəm mən. Baxaq da nə bilim, ola bilsin ki bir tərəfli də gedə bilər, futbol da. Çıxdı Feyenoord qırmızı kart aldı, nə necəsin? Məsələn deyirəm. Oldu 1-2. Üst gələcəkdə nəticədə. Məsələn deyirəm ha. Belə amma şəxsi düşüncəm odur ki, Gio Van Bronckhorst yəni komandanı yaxşı oynadır. Debrecen Gior bu Macaristan liqasının oyunudur və Debrecen Kopenhagenə səfərdə uduzdu. Biraz işin içində bu şey məsələsi də var, bu traveling məsələsi də var, bu səfər məsələsi və s. Giordakı keçən mövsüm bilirsiniz nə elədi? Yəqin ki bilirsiniz ən azından. Çünki ya elə bir şey elədi ki hamı bilməlidir məncə. Açıb baxarsınız ən azından.
Və bu tərəfdən də yeni mövsüm başlayan komanda dağılmaya başladı. Onun da səbəbi nədir? Oyuncuların satmaya başladılar və s. Amma orada 2 oyundur, neçə oyunda udumur? 2 oyunu səhv etməmsə udumur. 4-cü turda da burada düzdür. Refleks olaraq birinci oyunu uddular, sonra 2 oyunu udanmırlar. Debrecen də biraz yorğun. Üst deyəcəm bu oyuna bilər. Əmsallarla da dəstələnən bir şeydir, görək. Ağlınıza batırsa oynaya bilərsiniz. National Eştoril oyunun Telegram üçün canlı yayıma saxlamışam. Norveç 2-ci liqasına çoxdan da oyun demirdim sizə. Qısaca Sogndal Sandnes oyunu var. Nə bilim 3-5 üst, 2-5 üst oynanması oyunlardır. 3 üst. Ağlınıza batırsa götürə bilərsiniz. Mən sizə Telegramda canlı səsli analizdə deyəndə Rapid oyunu ilə Lask oyunu ilə bağlı. Orada bir şey dedim də ki, biz 2 dəfə faktiki olaraq nəticəyə baxsaq, Avstriya Bundesliqasında tökəzlədik, amma necə tökəzlədik? Üst dediyimiz oyunlar 2 top oldu da. Canlıdan da yaxşı əmsallarla götürmüşdüm, Telegrama da atmışdım. Bugün gəldi, birincisi də 3-1 oldu. Mən oyuna 3-5 üst demişdim də səsli analizdə. 2-5 üstü kuponla götürmüşdük. Nə oldu? Əla oldu da, düzdür. Mən sizə demişdim axı, birinci turlarda biraz yanıldıcı ola bilər belə şeylər. İndi burada da Rapid Gak oyunu var. Rapid əla gedir. Rapidin 2 topu ilə üstə gedər məncə bu oyun. Bu belə bir analiz. Əsas analizim nədir? Yaxşı, gəlin 2-5 üst deyək, əsas analiz olaraq. Amma Rapiddən 2 gol gözləyirəm burada. Çünki Rapiddə ikinci gol lazım ola bilər bir göz qırpımında. Məsələn, bayaq baxıram Laskın oyunda. Reed vurdu. Lask birdən oyandı ki, biz nə edirik ki? Hop, başladı doldurmağa. Mesela çox keyfiyyətli ön tərəfi var Laskın. Rapiddə tanıyırsınız. Maşallah, açın baxın, hamısı yamyaşıl. Görək nə olacaq. Bu oyunlarda canlıya saxlamışam Braziliya və Bundesliga 3-dən. Bundesliga 3-dən, 3-cü Bundesligadan oyunu canlıdan atmışdım. Würzburger Kickers Vehenlə oynayırdı. Time'da 2 gol olar gəldi. Xatırlayırsınız? Cümə günü. Belə dostlar, məndən bu qədər. Öpürəm sizi, bağırma basıram. Allah'a emanet olun. Ay nə bilim La Liga belə gəldi. Ay nə bilim Türkiyə belə gəldi. Bizsiz də oynayacaqlar olar. Bizsiz oynayacaqlar. Gəlsin əsas ligalar. Onda deyirsiniz ki, abi bu qədər oyun var. Mən sənin məsələn Jablonets var ya Çexiyada. Birdən yadıma düşdü. Niyəsə. Nə edirəm mən o oyunu? Mənə de görüm, nə bilim Brighton nətər olar. Onun da haqqınızdır. İndi istəmirəm, demirəm. Siz də nə oynayırsınızsa Allah şifa zavandır etsin. Başqa mən sizə görə ancaq sevinərəm. Öpürəm dostlar. Allah'a emanet olun. Nə yaxşı ki varsınız. Uğurlar.